Deməli, Rusiyada dünən bu səfər elədiyi ərazilərə yaxın bir şəhərdə, Yekaterinburqda bir iclas keçirilir və Rusiyanın Yekaterinburq şəhərinə deməli Hindistandan indusları gətirirlər və indusları da ruslarla, rus xanımları ilə ailə qurub və demoqrafik məsələni həll etmək üçün hərəkətə keçiblər və bunu açıq şəkildə iclasda bəyan eləyirlər ki, müharibənin, mən bayaqlarda dedim, burada bir daha da təkrar edirəm, artıq müharibə sözü həm Putinin öz dilindən, həm Rusiya Dövlət Dumasının dilindən, yəni orada deputatların dilindən çox rahat şəkildə səsləndirilir. Yəni müharibənin Rusiya kişilərinə vurduğu ziyanı, zərbəni aradan qaldırmaq üçün induslarla rus xanımlarının cütləşməsi prosesinə start verilir və ailə quracağı təqdirdə həmin şəxslərə pulsuz ev verilməsi ilə bağlı qərar, rəsmi, yəni dövlət səviyyəsində qərar verilir. Bundan da əlavə 50 min Şimali Koreya igidi gətirirlər Rusiyanın xilası üçün. Onun 30 mini silah altında, 20 mini də həmin o Rusiyanın ayrı-ayrı şəhərlərinə paylanacaq. Yəni onlar da bu demoqrafik məsələ və digər, yəni işçi qüvvəsi kimi istifadə olunacaq. Baxın, deməli əhalisinin sayı 140 milyondan artıq olan bir dövlət, ərazisinin milyonlarla kvadrat kilometr ərazisi olan bir ölkə dilənçi günündədir. Bu da indi alimlərlə görüşür, tələbələrlə görüşür. Tələbələr də ona deyirlər ki, sən o qədər belə deyək də Allahdan da üstün bir varlıqsan, ona görə də sən heç nədən qorxma. Sən süni intellekt boş şeydir. Deməli, bütün dünya artıq süni intellektin belə deyək də artmasını, bütün dünyanı öz ağuşuna alması, bütün sahələrdə, iqtisadiyyat, siyasət, mədəni və digər sahələrdə özünə belə deyək də ələ almasına baxmayaraq bu belə deyək də varlıq deyir ki, ya nikogda niço ne boялся, Putin deyir ha. Ona görə də Novosibirsk'a bu bəy tərifinə gedib ki, güya yəni hər şey qaydasındadır. Hər şey plan üzrə gedir. Arzu bəy, ona görə də biz buna uğurlar arzulaya bilərik və dünən də qarşıdakı dəqiqələrdə yəqin ki, bu məsələyə də ehtiyac yaranacağı təqdirdə biz münasibət bildirərik. Bilirsiniz, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bir sənəd imzalandı. Sənədlə bağlı da Məkkə sazişi də. O sənəd də təkcə İranda deyil, yəni Rusiyada da çox böyük narahatçılıq yaradıb. Qarşıdakı dəqiqələrdə əgər ehtiyac yaranacağı təqdirdə bu mövzu ətrafında da bəzi fikirlərimizi dostlarımızla bölüşərik. Buyurun Arzu bəy. Ötən günlərdə Zelenskinin bir açıqlaması diqqətimizi çəkdi ki, artıq qış aylarına doğru irəliləyirik və Rusiya demək olar ki, Ukraynanın enerji infrastrukturunu iflic vəziyyətə salıb bizim üçün çətin olacaq deyə bir açıqlama vermişdi. Təbii ki, öz növbəsində Ukraynada Rusiyanın neft emalı zavodları, enerji infrastrukturu, digər deməli obyektlərini hədəf alır. Bu istiqamətdə Ukraynanın çətinlikləri necə olacaq? Aradan qalxacaqmı sizcə? Deməli, o məsələyə toxunacağım, dəyərli Arzu bəy. Bir şey qeyd edeyim, dəyərli Reaksiya TV-nin izləyicilərinin məlumatı olsun ki, bu günləri Suriya məhkəməsi Bəşər Əsəd ölüm hökmü çıxartdı, bəli. Bəli, keçmiş prezident o ləyaqətsiz və bir qeyrətli olsaydı atasının ən azından belə məqbərəsini, nə bilim, qəbrini qoruyardı. Bəşər Əsəd haqqında ölüm hökmü çıxarıb və siz bilirsiniz ki, Əş-Şara, yəni Suriyanın hazırki prezident səlahiyyətlərini icra edən şəxs Rusiyada görüşdə olmuşdu, Putinlə görüşmüşdü, Putin ona bəzi xahişlər eləmişdi, amma bildiyiniz kimi artıq Dəməşqlə Moskva arasında o deməli Rusiya hərbi bazalarının həm deməli Xmeymim aviabazasından bir də Tartusdakı hərbi dəniz bazasından çıxarılması məsələsi artıq sənədləşdirilib. Xatırlayırsınızsa, Rusiya Xarici İşlər Naziri bəhbəhlə tərifləyirdi ki, bizim artıq Suriyanın yeni rəhbərliyi ilə əlaqələrimiz var. Bu haqda Mariya Zakharova da Dmitri Peskov və digərləri də danışırdılar. Amma göründüyü kimi Rusiyanın burada da əli
boşa çıxıb. İndi qayıdıram sualınızın bayaqki, yəni ona tam şəkildə cavab vermədim. Ukraynanın çətinlikləri ilə bağlı. Ukrayna artıq rahat şəkildə, yəni bu günləri o haqqında danışdığım deməli Orenburg vilayətinin Orsk şəhərində yerləşən o Orsk Neftorg sintez zavodunu da deməli vurdu. Bundan əvvəl Novosibirskdə eyni hal yaşanmışdı. Perimdə eyni hal yaşanmışdı. Təsəvvür eləyin ki, bunlar hamısı 1000 kilometrlərlə Ukrayna sərhəddindən uzaqda yerləşən nöqtələrdir. Bugün Ukrayna çox rahat şəkildə əlində olan dronlar və raketlər vasitəsilə həmin əməliyyatları həyata keçirir. Bu əməliyyatlar təkcə quruda deyil, yəni bu hərbi əməliyyatlar həm də suda həyata keçirilir. Bilirsiniz ki, ötən günlərdə Rusiya deməli kölgə donanmasına məxsus olan bir konteyner daşıyan gəmi də sıradan çıxarıldı və həmin o konteyner daşıyan gəmidə dəyəri milyardlarla olan yük dənizin belə deyək də dərinliklərinə çöktü. Və Krımda da yəni vəziyyət çox ağır olaraq qalır. Düzdür, bəzi məsələlər adda budda həll olunub. Yanacaqla görürsüz, Novosibirskdən gətirilən yanacaqdır, sonra Novosibirskdən gətirilən yanacaqdır və yaxud da Sevastopoldan bir-birinə kömək etmək yolu ilə hardasa vəziyyətdən çıxmağa çalışırlar, amma vəziyyət bütövlükdə götürəndə çox kritikdir, çox çətindir. Rusiya şəhərləri, vilayətləri o da alovun içindədir və bilirsiniz, bu hücumdan sonra elə baxın, deməli Orenburgda 2 aeroport var. O 2 aeroportun ikisi də bu günləri həm təyyarələrin qəbuluna, həm də yola salınmasına bağlı idi. Çünki Ork Neftgaz Sintez neft emalı zavodu təkcə neft emalı ilə deyil, o cümlədən onun deməli kimya sənayesi üçün, o cümlədən hərbi sənaye üçün, hərbi sənaye kompleksi üçün məhsullar hazırlayan zavodu idi və o da bugün Ukrayna Silahlı Qüvvələri tərəfindən sıradan çıxarıldı. Və mən onu da sizə qeyd edeyim ki, bu günlərdə deməli Ukrayna pilotsuz sistemlər qoşunları komandanı Bravati, ona həm də Madyar deyirlər də, yəni onun belə ləqəbi həm də Madyardır. Bugün elə onun açıqlaması var, dəyərli Arzu bəy, yəni Ukrayna Silahlı Qüvvələri çox rahat şəkildə deməli Rusiyanın dərinliklərində həm Valdberesi, o Voronejdə olan Valdberesi deməli sıradan çıxarıblar. Bundan əvvəl də yəni Valdberesin digər şəhərlərdə olan ambarları sıradan çıxarılmışdı. Bu bəzi tamaşaçılarda, bəzi izləyicilərdə biraz qəribə hisslər yaradır ki, bu müharibənin bu ambarlara nə aidiyyatı var? Birbaşa aidiyyatı var. Çünki bu ambarlarda həm hərbin təchizatını həyata keçirən xeyli mallar saxlanılır, gətirilir. Sonra oradan belə deyək də dağıdılır. Yəni Rusiyanın şəhər və vilayətlərinə daşınır və bunlar sonra da hərbi məqsədlər üçün istifadə olunur. Həm də raket və dron istehsalı üçün vacib olan komponentlər, yəni Valdberes vasitəsilə Rusiya ərazisinə daşınırdı. Məhz bu məqsədlə həmin o deməli Madyarın verdiyi məlumat da ondan ibarətdir ki, yəni həm Krımda, həm də Voronejdə, yəni eyni zamanda Qaradənizdə, Azovda və Voronejdə 3 əməliyyat həyata keçirib, 3-ü də yüksək səviyyədə həyata keçirib. Ondan əlavə Rusiyanın işğal altında saxladığı bəzi enerji obyektləri var idi. O işğal altında olan Berdyanskda, Mariupolda bilirsiniz də o müharibənin ilk vaxtlarında onlar bəzi şəhərləri nəzarətlərinə götürmüşlər. Düzdür, onların bəzilərindən qoyub qaçıblar, bəzilərindən indi də qaçırlar. Və bayaqları dediyim o 50 minlik Şimali Koreya igidləri də, dırnaqarası igidlərini də o məqsədlə gətirirlər ki, onların növbəti partiyasını ət maşınından keçirsinlər. Sonra da Kim Jong-un onlara bir heykəl qoysun. Sonra da həmin o
nə bilim hansı amallar uğrunda döyüşlərdə iştirak edenlerin de yaxınlarını qucaqlayıb bağrına bassın ki, onlar vətən uğrunda müharibədə canlarını qurban veriblər. Ancaq biri də ona sual verməyəcək ki, o hansı vətəndir ki, ölkədən kənardadır və onun e, nə bilim bir qab düyüsünə görə, nə bilim bir qab yağına görə və yaxud da ki bir belə bağlama yağına görə Şimali Koreya əsgərləri öz canlarını qurban verirlər.